Və digər suallardan da biri budur ki, rəhmətə gedən valideynlərin qəza oruçları haqqında soruşurlar. Məsələn, qardaşlardan biri deyir ki, mənim atam 45-50 yaşında rəhmətə getdi, heç ömründə oruç tutmamışdı. Onun orucunu kimsə tuta bilərmi? Ya bir məbləğ qarşısında və yaxud da oğlu və yaxud da qızı və s. Biz cavab veririk ki, bəli, rəhmətə getmiş bir şəxsin qəza oruçlarını, hətta namazlarını nədir? Başqası qıla da bilər, onu niyyət eləyib və yaxud da orucunu, əlbəttə ki, Ramazan oruçlarını həmin şəxs də tutdura bilər. Yəni bir şəxs, ən xüsusən də belə şeylər tələbələrdə olur ki, məsələn, bir muz qarşılığında anlaşırlar, məsələn, pulunda. Məsələn, fərz eləyək ki, məsələn, deyir ki, mənim atamın bir il, yəni bir il dərsən, yəni 30 gün Ramazan ayının orucunu tuta bilərsənmi? Qarşı tərəfdə və yaxud oğul da tuta bilər, hər kəs